Prezident İlham Əliyev yanvarın 30-da İndoneziyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Berlian Helminin etimadnaməsini qəbul edib. Səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı İndoneziya prezidenti ilə Davosda və Şarm əl-Şeyxdə təmaslarını xatırlayıb. Onu Azərbaycana rəsmi səfərə dəvət etdiyini bildirib. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına bu qurumun təsis edilməsindən sonra üzv qəbul edilən ilk ölkə olmasının bizim üçün böyük şərəf olduğunu deyən Prezident İlham Əliyev bu məsələdə təşkilata üzv bütün dövlətlərə, o cümlədən İndoneziyaya minnətdarlığını ifadə edib. Dövlət başçısı bunu Azərbaycana olan hörmətin və qardaşlığın təcəssümü kimi qiymətləndirib. Ölkələr arasında münasibətlərin inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev siyasət, iqtisadiyyat, qarşılıqlı investisiya qoyuluşu, biznes təmasları sahələrində əməkdaşlığı daha da möhkəmləndirməyin önəmini qeyd edib. Azərbaycan prezidenti səfirə fəaliyyətində uğurlar arzulayıb. Qəbula görə dövlət başçısına minnətdarlığını bildirən Berlian Helmi fəaliyyəti dövründə dövlətlər və xalqlar arasında dostluğun və qarşılıqlı faydalı əməkdaşlığı möhkəmləndirilməsi üçün səylə çalışacağını deyib. Söhbət zamanı Azərbaycan-İndoneziya iki tərəfli əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.